Salam dəyərli izləyicilər, 27 sentyabr 2025-ci il pensiya kapitalı ilə bağlı çox vacib bir açıqlamanı diqqətinizə çatdırıram. Rəsmi açıqlamadır və digər videolarımızı da izləyə bilmək üçün burada üstə gəl düyməsi görünür ekranın sağ tərəfində. Bir dəfə üzərinə vurun ki, vacib məlumatlarımızı da zamanında izləyə biləsiniz. Dəyərli izləyicilər, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxs pensiya kapitalı formalaşdırır və bu şəxslər qocalanda isə dövlətdən pensiya alır. Bəzən isə İnsanlar təqaüd yaşına çatmadan həyatını itirir. Belə olan halda isə yığılan pulun aqibəti insanlara maraqlıdır və məsələ ilə bağlı deputat Əziz Ələkbərli təklif irəli sürərək bildirib ki, bəzən ailə başçısı vəfat eləyəndə ailə acınacaqlı durumda olur. Bu zaman həmin kapitalın heç olmasa 30%-ni ailəyə vermək mümkün ola bilər. Qeyd edək ki, ölən şəxsin ailə üzvləri notarius vasitəsilə vərəsəlik hüququ əldə edəndən sonra Dövlət Sosial Müdafiə Fondundan vəsait almaq üçün müraciət eləyə bilərlər və DSMF-nin, yəni Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili də bildirir ki, şəxsin topladığı pensiya kapitalı o vəfat eləyəndə onun ailə üzvlərinin sosial təminatına yönəldilir. Qurum rəsmisi həmçinin qeyd edib ki, pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar ailə başçısını itirməyə görə ödənilən pensiyalara da şamil olunur.